həmişə tətikdədir. Əl çəkməyəcək məxluq. Ən şərri məxluq. Fəbi'izzətik ləğviyənnəhum əcməin. İllə ibadəkə minhumul muxlasin. Allaha söz verib ki, şeytan, iblis, izzətivə and olsun. Hamısını azdıracam, amma onların içində bir dənə zümrə var, toplum var. Onlar ixlaslıdırlar. İxlaslıdırlar gizlində, aşkarda. Sənə olan ibadətdə, sənə olan bağlılıqda, sənə olan qulluqda ixlaslıdırlar. Onlara bata bilməyəcəm. İnnəhu leysə ləhu sultanun aləl-ləzinə əmənu və alə rabbihim yətəvəkkəlun. Başqa ayda Allah təala deyir ki, şeytanın Allaha iman gətirən və ona təvəkkül edənlərin üzərində heç bir hökmdarlığı yoxdur. Amma vəsvəsəsi var. Vəsvəsə verir. Vəsvəsəsi var. Allah bizi qorusun ondan. Yəni, ölənə qədər səhət alimlərə sual verirlər ki, bu şeytan yatır axı, yatır. Gözəl cavab verirlərdir ki, o yatsaydı biz istirahət eləyərdik də biraz. Bizi dincələrdik. Nə yatmır, həmişə tətikdədir. Həmişə güdür ki, azdırsın Adəm evladını. Allah bizi ondan qorusun.